Heç kim də inanmır ki, yəni belə bir şey olub. Çox heyfsləndik. Biləsuvarda bədbəxt hadisə baş verib. Hadisə rayonun Melioratorlar qəsəbəsində qeydə alınıb. Belə ki, 21 yaşlı İslam Hüseynovun cansız bədəni yaşadığı evin həyətində aşkarlanıb. İslam çox mehriban uşaq, qayğıkeş, zəhmətkeş. Sonra atası çoxdan dünya rəhmətə qovuşmuşdu. Anası zəhmətkeş qadındır. Dost tanışı çox idi. Yəni çox çalışırdı ki, çörək qazansın. Necə deyim, çox üzüldük onun ölümünə. Həqiqətən də qonşular, bacılar hamısı çox üzüldü. Stadionda məşqdə idim, bacı oğlu zəng elədi. Gəldim, mən gələndə gördüm rəhmətə gedib. Evdə heç kimlə olmuyor. Dayısıyam da, məndən başqa heç kimləri yoxdur. Anası da, bir də 2 qardaşdılar. Anası da çöldə işləyir. Bu uşaq özü də işləyir, zəhmətkeş uşaq idi. Heç bir problemi yox idi uşağın. Onun qonşudan da soruşa bilərsən. Elə ki, hamı yəni kimi deyirsən, deyir, salamlı, kəlamlı, hörmətli, hamıya kömək eləyən. Yəni elə bir uşaq idi. Mənim elə sağ əlim idi o uşaq. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma davam etdirilir.